Deməli, Peyğəmbərin qızı, bütün dünya və axirət xanımlarının ən üstünü, Peyğəmbərin ziyarəparəsi, Həsən və Hüseynin anası, Həzrəti Əli İslamın həyat yoldaşı xanım Fatimə-i Zəhra salamullah aleyhanın qarşıda şəhadət günləri gəlir. Onlara Əyyam-ı Fatimiyyə deyirlər. Birinci əzadarlıq 3, 4, 5 noyabr olacaq. İkinci əzadarlıq 23, 24, 25 noyabrda olacaq inşallah. Bunların arasında da şəhadət günləridir, xanımın əziyyət çəkən günləridir. İki rivayət var. Bir rivayət qabaqda, bir rivayət sonrası. Bunların arasının şəhadət günləridir. Kim nə bacarır evində, yaşadığı yerdə məclis keçirsin. Xanım Fatimə-i Zəhra salamullah aleyha adı çəkilən məclis bərəkətli olar. Xanımın haqqında danışan məclis xeyir bərəkətli olar. Ona görə fürsəti əldən verməyin. Allahın verə Peyğəmbər və onun pak əhli beytinə Allah təala bizləri xanım Fatimə-i Zəhra salamullah aleyhanı tanıyanlardan, qədrin bilənlərdən qərar versin. Amin.